rəsmi olaraq avtobus dayanacaqdır. Amma yağışdan qorunmaq üçün nə örtü var, nə də sərnişinlərin gözləməsi üçün minimum rahatlıq. Qış mövsümünün astanasında bu məntəqələrin vəziyyəti narahatlıq doğurur. Bakı şəhərində onlarla belə məntəqə var. Bu isə nəqliyyata çıxışı çətinləşdirir, sosial komfortu minimuma endirir və vətəndaş narazılığına səbəb olur. Bakının iqlimi məlumdur da, bilirsiniz, küləkli olur, yağışlı olur, yəni münasib olmur bəzi hallarda. Bir təhər də uyğunlaşırıq, harasa özümüzü gizlədib dayanırıq da, məcburuq. Yəni sərbəst bir qapalı, bağlı dayanacaq forması tikib yaratsalar, daha rahat olar insanlara, sərnişinlərə. Hava şəraitinin sərtləşməsi ilə bu vəziyyət sağlamlıq və təhlükəsizlik riskinə çevrilir. Qarşıdan gələn o qış mövsümü, yağış nəzərə alsaq, küləkləri, yağışı nəzərə alsaq, yəni ki, mütləq belə bir yerdə dayanacağın olmağı insanlara lazımdır. Məsələn, qızım tələbədir, əziyyət çəkir, bəli. Bəzi dayanacaqlar var, müasir dayanacaqlar. Orada o dayanacaqların sayı artırılsa, bəlkə daha rahat olar əhali üçün. Amma yenə də əhali sayı çox olduğundan dayanacaqda heç də hamı üçün yeri olur. Yaşlı adamları çətirimiz ola bilər, üstümüzdə ola bilməz. Yəni ayağımızla əlaqədar çox yola gedə bilmir, birdən oturmaq istəyir. Avtobus dayanacaq pavilyonları Dövlət Standartı və Nazirlər Kabinetinin 73 nömrəli qərarına əsasən quraşdırılır. Avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınır. Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır, mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur.